Azərbaycan kino sənəti, Azərbaycan mədəniyyəti böyük bir şəxsiyyətidir, böyük bir sənətkaridir. Elə bir sənətkar ki, öz adı ilə doğulsa da, onu Azərbaycanda hamı Beyrək, hamı onu Babək, Nəsimi kimi tanıyırdı. Hətta hərəkətlərinə, hansısa bir sözünə cəmiyyətin reaksiyası fərqli olanda demirdilər sən Rasim Balayevsən, deyirdilər axı sən Babəksən, axı sən Beyrəksən, sən niyə bu cür danışırsan, niyə bu cür mövqe bildirirsən? Və ömrünün sonuna kimi Rasim Balayev sübut edə bilmədi ki, mən Rasim Balayevəm. Cəmiyyət onu Beyrək kimi, Nəsimi kimi, onu Babək kimi tanıdı. Bu, sənətkar üçün çox böyük xoşbəxtçilik idi. Yaratdığı obrazdan əslində insanların qəlbinə yer etmişdi, özünün orada heykəlini ucaltmışdı. Güman etmirəm ki, Azərbaycanın uzun illər hələ kino sənətində, kino tarixində belə bir obraz yetişdirmək olacaq, belə bir sənətkar olacaq, belə bir insan bir daha olacaq. Mən çox sevirdim Rasim Balayevi. Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Arzu edərdim ki, bəlkə nə zamansa Azərbaycan səhnəsində, Azərbaycan sənətində bir də onun kimi sənətkarlar olsun. Allah rəhmət eləsin.